Temu şirkəti yarandığı gündən bəri mən oradan heç bir alış-veriş etməmişəm və etməyi də düşünmürəm. Bunun ta başdan səbəbi Uyğur türkləridir ki, buna aid bundan öncə də paylaşımlar etmişdim. Bilirsiniz ki, Uyğur türkləri uzun illərdir ki, Çinin zülmü altındadır. Onlara hər cür zülm olunur və türklərə zülm edən, türk olmasın, hər hansı bir millətə zülm edən bir millətin qazanc qazandığı bir şirkətdən ucuzdur deyə sırf alış-veriş eləmək doğru olmadığını düşündüyüm üçün Temudan heç vaxt alış-veriş etməmişəm. Edənləri də bundan çəkindirməyə çalışmışam müəyyən qədər, amma çox da qarışmamışam açıqcası. Mən düşünürəm ki, Uyğurların yerində biz də ola bilərik. Hansı ki, onlar zülmə məruz qalırlar, təzyiqlərə məruz qalırlar və dünya da buna susur. Düşünün ki, sizin övladlarınız Çində o şəkildə işgəncəyə məruz qalsaydı, siz buna səssiz qalıb, siz buna göz yumub, heç bir şey olmamış kimi Temudan alış-veriş edə bilərdinizmi? Və orada zülmə məruz qalan insanlar da kimisə övladıdır, kimisə bacısıdır, kimisə qardaşıdır və günahsızdılar. Ona görə də Azərbaycanı da, dünyanı da, xüsusən də türkəm deyənləri bu zülmə göz yummamağa çağırıram. Məhəmməd Peyğəmbər də deyir ki, əgər zülmə qarşı gələ bilmirsənsə, onu yayaraq dəstək ol ki, əgər siz də mənim kimi düşünürsünüzsə, xahiş edirəm ki, bu videonu paylaşaraq insanları bu mövzu ilə bağlı maarifləndirəsiniz.